Usikum və nəfsi bi təqvəllah. Özümə və sizə ilahi təqvaya riayət etməyi tövsiyə edirəm. Quran-ı Kərimdə Allah Taala bir sıra xalqların və yaxud bir sıra peyğəmbərlərin başına gələn hadisələrdən söz açır. Həmin hadisələr barəsində Allah Taala buyurur Qafir surəsinin 78-ci ayəsində buyurur ki: "Və laqad ərsəlnə rusulan min qablikə minhum men qasasna aleyke və minhum men lam naqsus aleyk." Bir peyğəmbər Və ləqəd ərsəlnə rusulan min qəblikə. Səndən əvvəl peyğəmbərlər göndərmişdik. Və ləqəd ərsəlnə rusulan min qəblik. Səndən əvvəl peyğəmbərlər gəlmişdi. Onlardan bəzisinin minhum mən qasasna aleyk. Onlardan bəzisinin əhvalatını sənə danışdıq. Və minhum mən lam naqsus aleyk. Və onlardan bəzilərinin əhvalatını sənə danışmadıq. Əlbəttə ki, Allah Taalanın əvvəlki xalqların, əvvəlki ümmətlərin, yaxud peyğəmbərlərin başına gələn hadisələri danışmaqda bir məqsədi var. Məqsəddə növbəti ayədə buyurur, Yusuf surəsinin 111-ci ayəsində buyurur ki, Allah Taala Ləqəd kanə qasasihim ibrətun. Allah Taala buyurur ki, həmin peyğəmbərlərin həyatında bir ibrət var. Həmin peyğəmbərlərin həyatında bir nümunə var. Kimlər üçün? Liulil əlbəb, ağıl sahibləri üçün. Ağıl sahibləri həmin o hadisələrdən ibrətlər götürürlər. Bəzən peyğəmbərlərin həyatından, bəzən siravi iman sahiblərinin həyatından Allah Taala misallar göstərir. Öz imanlarını qorumaqdan ötürü onlar müxtəlif çətinliklərə məruz qalırlar. Allah Taala onları barəsində Quran-ı Kərimdə bəzən bir neçə yerdə, bəzən bir yerdə buyurur və o cümlədən Allah Taala Həzrəti Yusuf əleyhissalamın barəsində buyurur ki, Nəhnu nəqussu aleyki əhsənəl qəsəs. Allah Taala buyurur ki, biz Yusuf peyğəmbər barəsində sənə ən gözəl qissəni, ən gözəl hadisəni danışdıq. Nəhnu nəqussu aleyki əhsənəl qəsəs. Bəs bunlardan nə üçün? Məqsəd budur ki, Allah Taala başqa bir ayələrdə buyurur ki, peyğəmbər insanlara xatırlat, fəzəkkir, peyğəmbər insanlara xatırlat, innəfəati zikrə. Əgər o xatırlatmağın insanlara faydası varsa. Əlbəttə ki, biz bilirik, bizim namaz, oruc, xums, zəkat, həc, bu əməllərdən əlavə boynumuzda bir əmr bil məruf və nəhi ənil münkər var. Yaxşılığa dəvət etmək, pislikdən çəkindirmək. Namaz qədər bizə vacib olan, oruc qədər bizə vacib olan əməllərdəndir. Bu cümlədən Allah Taalanın buyurduğu o xatırlatmaq məsələsində hamımızın öhdəsinə düşən bir mövzu var, bir məsuliyyət var ki, hamı buna riayət etməlidir. O da insanları yaxşılığa dəvət etmək və pislikdən çəkindirmək. Allah Taala keçən qövmlərin başına gələn hadisələrdən insanlar üçün yaxşılığa dəvət edib pislikdən çəkindirmək üçün bir ibrət qoyub. Yəni, onların başına gələn bu hadisələr etdikləri əməllərin müqabilində idi. Bima kəsəbət əydihim. Allah Taala bu cür buyurur. Onların etdikləri əməlləri ucbatından bu hadisələr baş verdi. Hər halda bizim bu hadisələri bilməyimiz və bir sıra tarixi hadisələri xatırlamağımız, xatırlatmağımız həm dini mövzularda, həm öz xalqımıza, tariximizə aid olan mövzularda ən önəmli məsələlərdəndir. Bildiyimiz kimi, bugünlər aprel döyüşlərinin il dönümü qeyd olunur və aprel döyüşləri bizim tariximizin ən uca zirvələrindən biridir. Çünki 94-cü il atəşkəs imzalanandan sonra 2016-cı ilin aprel döyüşlərində demək olar ki,
2016-cı ilin aprel döyüşlərinə qədər geniş miqyaslı bizim düşmənimizlə mübarizəmiz olmamışdı. Və həmin mübarizə zamanında da bilirik ki, neçə torpaqlarımız, neçə yüksəkliklər işğaldan azad olmuşdu və Allah Taala deyərdik ki, hələ 44 günlük müharibənin müqəddiməsini elə aprel döyüşləri qərar vermişdi və inşallah ki, Allah Taala daim xalqımıza zəfər, qələbə nəsib etsin. Allah Taaladan duamız budur ki, o şəhidlərimiz ki, öz canları ilə, qanları ilə vətənimizi, torpağımızı, ərazi bütövlüyümüzü qorumaqda öz canlarını fəda ediblər. Allah Taala onlara böyük bir əcr inayət etsin. Allah Taala şəhidlərimizin məqamını ali etsin. Allah Taala qazilərimizə şəfalar inayət etsin. Allah Taala hərbiçilərimizi, əskərlərimizi, vətənimizi, torpağımızı qoruyanları öz nuru ilə hifz etsin. Allah Taala bizim ölkəmizdə, dünyanın hər bir yerində sülh və əmin-amanlıq bərqərar etsin. Allah Taala xalqımızın, dinimizin düşmənlərini məhv-nabud etsin.